Herkesin akşamı xeyir olsun. Bugün bir işsiz xanım oktyabrın 14-dən, ya əslində 6-sından Bakıdayım. Sadəcə olaraq 14-dən belə deyim də iş axtarıram və bu hal-hazırda mənim mailimdir. Gördüyünüz kimi Mail.ru-dur. Və burada 160 dənə SMS var. Görə bilsəz, əgər baxın 160 dənədir. Prosta bəzi CV-lər indi görsənəcək kimə yollamışam CV-ləri, amma olsun, üzrü sayısınlar şirkət sahibləri. Heç sözüm onda deyil, 160 dənədir. 100, yəni nə az, nə çox 160 dənə CV yollamışam və bu CV-lərdən heç birindən mən geri dönüş almamışam. Bəli, çox üzücü haldır. İndinin özündə də hal-hazırda, məsələn, baxın, görürsünüz, iş elanlarında oturmuşam. Gecə saat fərqi yoxdur da, yəni neçə olur olsun, mən iş axtarıram özümə. Ayın 14-dən isə məndə belə deyim də boşluqdur. Niyə boşluq oldu? Mən ayın 6-sında bir tanışım sayəsində mən Bakıya gəldim. Yəni yaxın tanışım da, çox yaxın tanışım sayəsində mən Bakıya gəldim və bir nəqliyyat şirkətində logistika üzrə 15 günlük mənə dedilər ki, sənin 15 günlük staj müddətin başlayır. Bu staj müddətində yəni sənə ödəniş olunacaq, götürsək də, götürməsək də. Götürsək o heç avtomatik olaraq maaş hesablanacaq sənə. Götürməsək də neçə gün işləmisənsə, sənə avtomatik olaraq biz o ödənişi edəcəyik. Və mən də dedim ki, yaxşı bir şeydir, yəni itirmirəm nəsə də. Və 5 günüm tamam olana yaxın, yəni 5-ci gün gördüm ki, bu xanım başqa bir xanımla, daha doğrusu 4-cü gün gördüm ki, bu xanım başqa bir xanımla, məni işə götürən xanım başqa bir xanımla söhbət edir. Və bu söhbət nəticəsində mən eşitdim ki, bu məni artıq qovmaq deyək də, yəni götürməmək istəyir və o xanımı yerinə qoymaq istəyir. Və o xanımı da niyə götürmək istəyir? Çünki stajı var, təcrübəsi var. Mənim isə 0 təcrübə idi və onlar öyrədirdi. Yəni adamın üstündə bilməm indi patoloğu mu var, Allahı mı var, yalan deyəsi deyiləm. 5 gün müddətində onlar çox şey öyrətdilər mənə. O da belə deyək də, bala-bala öyrədirdilər. Amma belə götürürdüm mən. Sonra isə 5-ci gün gördüm ki, bu xanım gəldi. Kimi götürmək istəyirdilərsə işi, o xanım gəldi və o xanım gələndə oranın köhnə işçiləri başladılar öz aralarında danışmağa. Mən otaqda olala. Ay, bu xanımın çox gözəl aurası var, çox qəşəng enerjisi var. Enerjisi bizim enerjimizə uyğundur və işə götürən xanım da onlarla mən heç elə bil sanki otaqda yoxam. Onlarla başlayır danışmağa ki, hə, düz deyirsiniz qızlar, o xanımın çox gözəl aurası var, çox qəşəng qızdır, mən tanıyıram onu və bu işçi də bu xanımın tanışı idi. Nəysə, 6-cı gün mənə orada işləyən, mənə işə öyrədən xanım mənə yazdı ki, bəs gəlməyin, 5-ci gün gələn xanıma biz 15 günlük onu öyrədəcəyik, staj müddətidir onun. Və mən də heç nə demədim, dedim yaxşı, durub, nə deyirlər, bostancı ilə durub dava döyəsi deyiləm ki mən. Dedim yaxşı, nə deyirəm. Nəysə, üstündən xeyli müddət keçib, mən satdığım da ha vaxt oldu o staj müddəti. Bu da mənim xaladenliyimin səsidir. Çox möhkəm çıxır. Hə, ayın 10-u, ayın 6-sında mən onunla kimi orada işlədim. Fəaliyyət göstərdim, təcrübə yığdım. Ayın 11-i mənə o məlumat verildi. Dedilər ki, o xanımın staj müddəti başlayacaq. Dedim yaxşı, ayın 13-dən o xanımın staj müddəti başlayır. Dedim heç nə. Sonra indi mən bugün üçün vasitəçi deyim də, elə bil müdir müavininin vasitəçisinə mən söz göndərirəm ki, necə sən mənə demədin, söz göndərdin öz işçindən ki, gəlmə işə və mən də sənə işçin sayəsində söz göndərirəm ki, mənim 5 günlük orada olan əmək haqqımı verməlisiniz. Yəni o staj söhbəti oldu, olmadı, mənə dəxlisi yoxdur. Sən məni işlətmisən bir işçi kimi.
Sən mənə desəydin ki, ta başdan 15 gün müddətində sənə bir qəpik pul verilməyəcək, mən heç ora addım atmazdım. Çünki mən dəli deyiləm ki, sən məni 15 gün müddətində işlədəsən və heç bir qəpik də verməyəsən mənə. Bu harda görsənib, bu düzgün deyil. İndi bəziləri bəlkə deyəcək ki, hər yanda elədir, amma xeyr, bir gün bilə getsəz, siz artıq o pulu almalısınız. Mütləq şəkildə. Və avtomatik olaraq da sizi rəsmi qeydiyyata götürürlər. Mən bunu çox gec başa düşdüm, amma ki, hamısı rəsmi qeydiyyata götürür səni. Yəni orada yazılmır stajsan, stajın var ya nə yox, amma səni orada rəsmi qeydiyyata götürürlər. Çünki səndən 15 gün müddətində şəxsiyyət vəsiqən alınır, sənin əlaqə nömrələrin götürülür və qeydiyyata salınır. Və bunu da heç bir kəsə demir ki, sən məsələn bir həftəlik, 10 günlük sən staj müddətindəsən, amma biz səni qeydiyyata götürmürük. Əslində çox HR-ların əksəriyyəti götürür qeydiyyata. İndi götürməyəndə o öz məsuliyyətini daşıyır da. Yəni səhərsi gün ona yoxlanış gəlsə ona minusdur. Nəysə, mən bu xanıma yazmışam ki, mənim staj müddətimin, yəni 5 günlük staj müddəti demirsiniz, onun pulunu istəyirəm. Mənə qayıdıb deyirlər ki, staj müddətində sizə kim deyib ki, ödəniş olunur? Həqiqətən də adam əsəb keçirdir. Necə yəni kim deyir ödəniş olunur? Yəni mən hal-hazırda, yəni nətər müdür müavinindən mən cavab gözləyirəm. Və cavab gəlməsə, mənim istədiyim cavab gəlməsə, özləri bilsin. Yəni mən artıq ağına bozuna baxmayacağam. Çünki mən heç kimin təkmək yox. Yəni bizim kimi aşağı səviyyədə olan insanlar heç kimin hambalı deyil. Heç kimin hambalı deyil. Mütləq şəkildə bir gün bilə sənin qapından girsə bir işçi, sən onun əmək haqqısını verməlisən. Artıq həqiqətən də, yəni bizim kimi aşağı təbəqə olan insanları eşik yerinə qoymağa ehtiyac yoxdur. O dəfə mən CV yollayıram, bir şirkətdir, deyəsən tikinti şirkəti idi. Hər şey okey, görəm ofis meneceri də. Yəni işin görün harası ki, mən kompüter mühəndisliyini bitirmişəm. Kompüter mühəndisliyini bitirməyimə baxmayaraq öz sahəmdən savayı mən bütün artıq sahələrdə işləməyə çalışmışam və hamısında da baş ucalığından çıxmışam. Və ofis menecerliyinə mən CV yollamışam. Orada hər şey okey, mən CV yollamamışdan qabaq baxıram. Oxuyuram, görüm mənə uyğun olacaqmı, yoxsa yox. Çünki burada belə yazır, səhərsi günü iş görüşməsinə gedəndə başqa sözlər deyirlər sizə. Nəysə, oxudum, gördüm, yaxşıdır ki, rahatdır. 800 manat da maaş verirdi. 5 gün iş müddəti idi, 800 manat da maaş verirdi. Superdir ki, okeydir da, yəni ofis meneceri. Orada da sadaladığı şeylər də çox gözəl idi. Nəysə, xanıma CV atmışam, CV atmışam, sonra əlaqə nömrəsindən məndən əlaqə saxladı xanım. Dedi ki, bəs xanım, bizim tipa, yəni ofis meneceri katibərlik sayılır. Və başda sadama ki, şirkətə gələn müştəriləri qarşılayacaqsınız, müdirə kofe yad verəcəksiniz, filan fişman. Mən də yəni həqiqətən də arsızcasına dedim ki, xanım, o ofis menecerliyi sayılmır. O resmən katibərlik sayılır. Yox xanım, heç müdir çox vaxtı şirkətdə olmur, filan fişman. Dedim, yox valla, inciməyin məndən. Mən yəni o işi görə bilməyəcəm də. Görəcəyim işlərə mən boyun oluram. Çünki adi bir satıcı olsun, mən bilirəm ki, bu şeyi sata bilməyəcəmsə, niyə başqasının mən vaxtını alıram? Niyə başqa bir belə deyək, işçi məndən yaxşıdsa, o gedib orada işləyə bilər, amma mən özümü yalan alladıram ki, mən orada işləyə biləcəm də. Yəni ona görə bəzən insanlar özünü aldadır. Boyun ola bilməyəcəyi işlərə boynunu soxur. Belə deyək, lori dildə. Yəni indi mən hal-hazırda o şirkətdən, o nəqliyyat yerindən cavab gözləyirəm. Ki, görün bu 5 günlük mənim pulumu verəcək ya yox. Verməsə, günahları öz boyunlarına. Yəni məndən ucu günah gedəcək. Çünki indi hal-hazırda belə deyək də, texnologiya dövrüdür. Hansısa bir insandan bir insan nə isə istəyəndə pulun olsun, ya insanı şikayət edəndə, amma əsassız şəkildə. Mən əsassız şəkildə heç bir zaman o şeyi sevmirəm. Yəni ona görə də gözləyirəm, səbr edirəm.
və hal-hazırda da 160-dırsa, indi üstünə də biraz bir 10 dənə də CV əlavə eləyəcəm. Olacaq 170 və beləliklə hələ də mən iş axtarıram və bəzi insanlar var ki, öz ixtisasında olmaya işləyir. Məsələn, obada, arazda. Onları alçaltmıram əsla, qətiyyən. Mən özüm də məsələn bir müddət işləmişəm marketlərdə. Sonra Baksenin özündə belə Baksenin dillər şəbəkələrində işləmişəm. Sonra kassiri etmişəm 3-4 dənə restoranlar oxuyan vaxtı. Yəni stajı ilk növbədə mağazadan götürürlər. Çox acınacaqlı vəziyyətdir həqiqətən də Azərbaycanda stajı ilk növbədə oradan götürmək, öz sahən olmaya. Və mən bu videom bilmirəm gedib kimlərəsə çatarmı, çatmazmı? Əgər çatarsa, baxın, belə bir şey var. Pensiyaya çıxanlar var, düzdür? Bu pensiyaya çıxmamış bir insan deyək ki, mühasibdir. Pensiyaya çıxır, baş mühasib özdə, hələ aşağı səviyyə mühasib yox. Yəni elə bil kiçik mühasib var, bir də baş mühasib var. Yəni mən baş mühasibdən söhbət gedir. Baş mühasibdir, pensiya yaşı çatır və bu pensiyaya çıxmaq istəyir. Düzdür? Pensiyaya çıxmamışdan qabaq, bunun 3 ay ya 4 ay qalmış, hansısa bir şirkət, dövlət qurumu, belə deyək də, elan paylaşsın, vakant yeri paylaşsın ki, bizə mühasiblik üzrə ixtisası olanlar, bu sahədə bitirənlər bizə CV atsın. İlk növbədə bu 3 ay ərzində bu baş mühasib ona kiçik mühasibliyi öyrətsin, tam təməlini öyrətsin hər bir şey, sonra isə çıxsın pensiya. Yox, bizdə amma necə eləyirlər? Kiminsə qohumu varsa, kiminsə tanışı varsa, dayı varsa, o onu götürür işə qoyur. Və bu diplomlu olan şəxslərdə hamısı havada qalır. Məncə belə bir sadəcə olaraq təklifimdir. Əgər olunsa çox gözəl olar. Məsələn, deyək ki, 5 dənə namizəd seçmisiniz və bu 5 namizədi siz çağırırsınız. Və bu 5 namizədi həmin dəqiqə hamısında təcrübə keçirdəsi deyilsiniz ki, 5 namizədi imtahan edə bilərsiniz. Mühasiblik üzrə, deyək ki, IT-si üzrə, nə bilim, kompüter mühəndisliyi üzrə, fərqi yoxdur, hansısa bir sahəsi üzrə siz bunu imtahan edib, həmin şəxsi imtahan nəticəsində deyək, ikisi də eynidir. Artıq ikisi də eyni topladığı zaman siz onun ikisinə də belə deyək, əmək haqqı ödəmədən bir həftə ya 2 həftəlik siz ona, indi bəziləri, məsələn, bəzi şirkətlər əslində ödəməlidir, indi bəziləri ödəmir, ona boyun qaçırdır. Çünki HR-lar ona boyun olur ki, səhərsi gün yoxlanış gəlsə mənlikdir də. Yəni, belə deyək də 100 manat ödəniş ödəməklə siz bir ay bu insana təcrübə qazandıra bilərsiniz, bu 2 nəfərə. Ondan sonra baş mühasib deyə bilər ki, hansının götürmə qabiliyyəti yaxşıdır, hansının götürmə qabiliyyəti pisdir. Və o zaman baş mühasib qərar verir ki, bu filan kəs, məsələn, Orxanı götürək biz işə. Amma Əli yox. Əli nə arır? Amma Əli də qazanır burada. Niyə? Çünki istər-istəməz bir ay bu burada təcrübə qazandı. Əli bildi, strategiyaları bildi, necə davranmasını bildi. Bu şirkətdə, bu nəqliyyat şirkətində işlədiyim zaman çox şey öyrəndim. İndi isə başqa bir həmin nəqliyyatlara, sonra başqa yerlərə mən CV yollayıram. Hələlik heç bir cavab yoxdur. Sanki Azərbaycanda mail deyilən bir vasitə yoxdur. Hava ilə. Elə bil hər kəsə duman vasitəsindən SMS ötürür. Yəni belə bir çətinliklərimiz var, çox boşluqlarımız var. Azərbaycanın yəni bu işsizlik səviyyəsi hara gedib çıxacaq bilmirəm.